Yəhya müjdəsinin 19-cu fəsli İncilin ürəyidir. Bu fəsildə ədalətsizlik zirvəyə gəlir çatır, ağrı ən dərin nöqtəsinə gəlir. Amma eyni zamanda xilas işi tamamlanır. Bu fəsil bizə göstərir, çarmıq məğlubiyyət deyil, Allahın planının yerinə yetməsidir. Bugünkü mövzumuz çarmıqda tamamlanan xilasdır. Əziz bacı və qardaşlar, bu günlərə Yəhya müjdəsinin 19-cu fəslinə baxırıq. Bu fəsil ağırdır, oxumaq çətindir, dinləmək də asan deyil. Amma bu fəsil olmasaydı ümidimiz olmazdı. Çünki burada İsa sadəcə çarmıqda ölmür, amma xilas işini tamamlayır. Beləliklə 1-ci ayədən 3-cü ayəyə qədər görürük ki, Pilat İsanı qamçıladır. Əskərlər tikandan bir taç hörüb onun başına qoyurlar və ona tünd qırmızı paltar geyindirirlər. Onlar İsa'nın yanına gəlib Yahudilərin padşahı sağ olsun deyirdilər və ona şillə vururdular. Amma bilmirlər ki, dedikləri padşah sağ olsun sözləri həqiqətdir. İnsanlar lağ edir, amma Allah padşahlığını elan edir. 4-cü ayədən 7-ci ayəyə qədər görürük ki, Pilat yenə bayıra çıxıb Yahudilərə deyir. Budur, onu bayıra sizin yanınıza gətirirəm ki, onda bir təqsir görmədiyimi biləsiniz. O zaman İsa başında tikandan tac, əynində qırmızı paltar bayıra çıxır. Pilat onlara deyir, o adam budur. Yəni, siz öz qərarınızı verin. Bu çağırış yalnız o günə aid deyil, dostlar. Bugün də insanlıq qərar verməlidir. Onu rədd edəcək, yoxsa qəbul edəcək. İsa günahsızdır, amma ona nifrət olunur. 8-ci ayədən 16-cı ayəyə qədər görürük ki, Pilat qorxur. Həqiqəti görür, amma mövqeyini itirməkdən qorxur. O bilir İsa günahsızdır, amma sonda həqiqəti yox, rahatlığı seçir. Bu çox tanış bir sınaqdır. 17-ci ayədən 22-ci ayəyə qədər İsa çarmıxını daşıyır, onu Qalqota deyilən yerə aparırlar. Orada onu və başqa 2 nəfəri çarmıxa çəkirlər. Pilat bir lövhə yazdırıb onun çarmıxının üstündə astırır. Orada belə yazılmışdı, Yahudilərin padşahı nəzarətli İsa. Bu ona lağ eləmək kimi yazılmışdı, amma səmalarda öz təsdiqini tapır. Çarmıq İsa'nın taxtıdır. Sonra 23, 24 və eləcə də 28, 29-cu ayələrdə görürük ki, əskərlər onun paltarı üstündə püşk atır. Daha sonra İsa hər şeyin artıq tamam olduğunu bilərək müqəddəs yazı tam yerinə yetsin deyə susadım deyir. Orada şərab sirkəsi ilə dolu bir qab qoyulmuşdu. Bir süngəri şərab sirkəsinə batıraraq Zufaya taxıb İsa'nın ağzına yaxınlaşdırırlar. Və bunlar təsadüf deyildi, dostlar. Zəbur 69:21-də deyilir ki, mənə yemək əvəzinə öd verdilər. Susayanda sirkə içirtdilər. Yazı tam yerinə yetsin deyə bunlar baş verirdi. Hər detal vacib idi. Allahın planında heç nə nəzarətdən kənar deyil. Sonra 25-ci ayədən 27-ci ayəyə qədər görürük ki, İsa çarmıqda belə anasını düşünür. Şagird nə deyir? Bu da sənin anandır və qayğı göstərir. Yəhya 19:30-da bu İncilin ən vacib bəndlərindəndir. İsa sirkəni dadır, sonra tamam oldu deyir və başını əyib ruhunu tapşırır. Bu söz o deməkdir ki, bütün günahlarınız bağışlandı. Bütün borclar ödəndi. Xilas işi bitdi. Artıq əlavə nəsə etmək lazım deyil. Sadəcə iman et. 31-ci ayədən 37-ci ayəyə qədər əskərlər İsa'nın yanına gələndə onun artıq öldüyünü görüb baldırlarını qırmadılar. Amma əskərlərdən biri onun böyrünü nizə ilə deşdi və o anda oradan qan və su axdı. Bu real ölüm idi. Bu həqiqi qurban idi. Amma bu son deyildi. 38-ci ayədən 42-ci ayəyə qədər biz görürük ki, İsa'nın gizli şagirdi olan Arameteyalı Yusif və vaxtı ilə gecəykən onun yanına gələn Nikodim irəli çıxır. Bu da maraqlı. Qorxan şagirdlər gizlənərkən gizli imanlılar açıq addım atır. Allah həmişə vaxtında insanları hərəkətə gətirir. Və yekun olaraq, dostlar, Yəhyanın 19-cu fəsli bizə öyrədir ki, çarmıq məğlubiyyət deyil. Ağrılar boşuna deyil. Ölüm son söz deyil. İsa dedi, tamam oldu. Bugün biz də deyirik, İsa'nın çarmıqdakı işi yetərlidir. Növbəti fəsildə, Yəhya müjdəsinin 20-ci fəslində biz boş məzar, dirilmə, yeni başlanğıc barədə danışacağıq. Qaranlıq bitir, nur gəlir. Tanrı sizə xeyir dua versin.